İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədi ilə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə rayonlar üzrə su kanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm işlər icra edir. Paytaxtın bəzi ərazilərində xidmətin tullantı su şəbəkəsi, yağış və qrunt sularını daşımaq üçün drenaj sistemi mövcud deyil. Belə ərazilərdə intensiv yağıntılar zamanı küçə və həyətlərə suların yığılması halları qaçınılmazdır. Bakı şəhərinin baş planı 2040 sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək. Xəzər rayonu Şağan qəsəbəsi Yeni Sahə adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması məqsədi ilə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində drenaj sistemi qurulur. Xəzər rayon su kanal idarəsi tərəfindən layihə üzrə diametri 160 mm-lik 700 paqonometr təzyiqli xəttin inşası tamamlanıb. Uzunluğu 785 paqonometr olan özü axımlı kanalizasiya xətti çəkilib. Xəttin 400 paqonometri diametri 400 mm, 385 paqonometri isə diametri 300 mm-lik boru ilə inşa olunub. Bundan başqa 20 ədəd baxış quyusu quraşdırılıb. Hazırda ərazidə tikinti quraşdırma işləri davam etdirilir. Yağıntılardan sonra Binə qəsəbəsi Bakı Avtomat Zavodu ətrafında yerləşən yaşayış massivində də su basma halları müşahidə edilib. Ərazinin yaxınlığında yağış suyu və kanalizasiya şəbəkəsi mövcud olmadığından vətəndaşların həyətyanı sahələri və küçələri su altında qalıb. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Yaxınlıqda şəbəkə olmadığından toplanan yağış sularının kənarlaşdırılması üçün əraziyə 2 ədəd lil sovran avtomaşın cəlb edilib. Suların maşınlar vasitəsilə yığılaraq ərazidən kənarlaşdırılması həyata keçirilir. Yağıntılardan sonra Xəzər rayon Su Kanal İdarəsinin xidməti ərazilərində Şağan qəsəbəsi Yeni Sahədə həyət evlərinin su basma halları müşahidə edilirdi. Həmin ərazi təhlil edilərək mühəndis axtarış işləri aparılmış və yığılan suyun kənarlaşdırılması üçün dalğıc tipli nasos quraşdırılıb və suyun kənarlaşdırılması təmin edilirdi. Bakı avtomat yolunun kənarında yaşayış massivində gördüyümüz kimi yağışlardan sonra həyətlərdə su basma halları müşahidə edilir. Yaxınlıqda iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kanalizasiya infrastruktur şəbəkəsi və yaxud digər suyun kənarlaşdırılması üçün uyğun nöqtə olmadığı üçün yığılmış suların kənarlaşdırılması üçün lilsovran maşınlar cəlb edilmişdir. Və hal-hazırda da gündəlik olaraq bura maşınlar ayrılır, suyun kənarlaşdırılması işi aparılmaqdadır. Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ASEAN-ın sifarişi ilə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, şəbəkənin mövcudluğu, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.